Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir. Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilib və ölçü işləri aparılıb. Məlumata əsasən köçürmə işləri Azərbaycanın Mülki Məcəlləsinə torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanuna Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək. Bakının yeni baş planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq. Həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək, abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb ediləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan geniş miqyaslı quruculuq işləri çərçivəsində paytaxtın şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olmuş və bugün də ön planda dayanır. Ötən illər ərzində Sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış. Ekspotensialı tükənmiş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir. Gözəl parklar və xiyabanlar, istirahət mərkəzləri salınır. Hazırda beynəlxalq nəqliyyat logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil, hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi tranzit və geosiyasi əhəmiyyətini daha da yüksəldir.